Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bugün mən sizə 8-ci sinif ədəbiyyat dərsliyindən Əbdürrəhim bəy Haqverdiyevin Bomba hekayəsinin təhlilini verəcəm. Həm məzmun cəhətdən yanaşacağam əsərə, həm də bilirsiniz ki, burada çoxlu sayda dilimizə məxsus olmayan sözlər istifadə olunmuşdu. Yəni, lüğət tərkibini sizin üçün aydınlaşdıracağam. Mövzunu, ideyanın, problemin müəyyənləşdirilməsində, süjet xəttinin mərhələlərinə daxil olan hadisələrin ardıcıllığının müəyyənləşdirilməsində, obrazların xarakterinin açılmasına, hadisələrin hadisələrin ardıcıllığının bir-bir baş verməsini mən sizin üçün aydınlaşdıracağam, təhlil edəcəm və bu təhlildən sonra sizin bu əsər haqqında beyninizdə kiçik də olsa bir sualınız qalmayacaq, mən buna əminəm. Əgər videonu izləyirsinizsə, kanala abunə olmağı, şərh yazmağı, videonu bəyənməyi, paylaşmağı unutmayaq. Bir haşiyə də çıxaraq qeyd edeyim ki, videonun aşağı hissəsində qoyacağım nömrənin WhatsApp ilə əlaqə saxlayaraq həm əyani dərslər haqqında, həm də onlayn dərslər haqqında məlumat ala bilərsiniz. Qeyd edeyim ki, onlayn dərslərə bu ayda qeydiyyata yazılan şagirdlərə xüsusi endirimlər olacaq. Baxaq, bomba hekayəsi ümumiyyətlə görə həyatı əks etdirmə növü nədir? Epik növdədir əsər. Bundan əvvəlki videoda Qurbanəli bəy, Cəlil Məmmədquluzadənin Qurbanəli bəy hekayəsini izah eləyərkən də qeyd elədim ki, bu əsərdə hekayə janrında yazılıb və novella janrındadır. Novellanı da digər videoda izah etmişdim ki, hadisələrin sonunun gözlənilməz sonluqla bitməsi hekayənin novella növünə daxildir. Demək, burada mövzu nə idi? Elə hər iki əsərdə də mövzunu qeyd eləyə bilərik ki, Çar Rusiyası dövründə olan hadisələr idi mövzu olaraq. Və bomba hekayəsində ideya nə idi? Çar Rusiyasının ucqarlarda olan o müstəmləkəçilik siyasətini yeritməsi, onların əlaltısı olmaq istəyən yerli məmurların bir növ tənqidi idi ideya. Problem isə təbii ki, mövcud hakimiyyət orqanlarının, yəni yerli idarəetmə orqanlarının insanları itaətdə saxlaması üçün hər cür vasitəyə əl atması. Yəni, problem bu idi. Hər iki əsərdə, həm Qurbanəli bəydə, həm də bomba hekayəsində biz satirik gülüşə rast gəlirik. Demək, Qurbanəli bəy hekayəsində satirik gülüşün mərkəzində dayanan obraz Qurbanəli bəy idisə, bomba hekayəsində mərkəzdə dayanan obraz demək, Kərbəlayı Zal idi. Və burada 20-ci yüzillikdə Rusiyanın ucqarlarda hakimiyyət orqanlarına etdiyi təsir, kiçik dairələrdə də olsa, yəni kiçik hadisələri belə öz diqqət mərkəzində saxlamaları insanları tənqid olaraq da insanları çuğulçu xəbərçi olmağa təhrik edirdilər. Yəni qulluğa götürülən adamlardan söhbət gedirdi. Yəni o nökər təbiətli insanları yetişdirmək bilavasitə. Yəni onlara necə deyim, sədaqətli nökərlər yetişdirmək. Bu idi. Gəlin baxaq indi bomba hekayəsi necə davam edir. Qaradavoy Kərbəlayı Zal 25 ildən artıq idi ki, polis idarəsində xidmət edirdi. Demək, Qaradavoy sözünün mənası ilk əvvəl görək nədir? Çar Rusiyası dövründə, Çar hakimiyyəti dövründə aşağı rütbəli polis rəisidir. Demək, nədir? Aşağı rütbəli polis rəisi. Qaradavoy sözünün mənası bu deməkdir. Demək, obrazın adı nə idi? Kərbəlayı Zal. 25 ildən artıq idi ki, demək 25 ilin üstündə idi. Yəni bunun fəaliyyəti. Polis idarəsində xidmət edirdi. Onun arvadı hərdən bir deyərdi. A kişi, sənin saqqalına nə şaşqa yaraşır, nə də şapqa. Şaşqa nədir burada? Gördüyünüz kimi qeyd eləmişəm. Bütün aydın olmayacaq sözləri demək, düzbucaqlı içərisinə almışam. Şaşqa qılınc mənasındadır burada. Qılınc. Nə deyir sənin saqqalına qılınc yaraşır, nə də sənin başına şapqa yaraşır. Gəl sən bu qaradavoyluqdan əl çək. Demək, nə istəyir arvadı? İstəyir ki, qaradavoy olmasın daha. Bir balaca alış-verişə yapış. Nəyə təhrik edir? Deyir, qaradavoyluqdan əl çək, alış-verişə yapış. Bir baqqal dükanı aç. Baqqal ümumiyyətlə nə deməkdir? Pozulmayacaq olan, xarab olmayacaq məhsulların satışı ilə məşğul olunan bir yer mənasındadır əslində. Kərbəlayı Zal da cavab verərdi ki, arvad, sən hökumətinin ləzzətini anlamırsan. Demək, burada biz görürük ki, Kərbəlayı Zal əslində öz işinə, necə deyim, belə həvəslə yanaşan adamdır. Əgər səni qaradavoy eləyərlər, 1000 il qulluqdan çıxmazsan. Yəni, deyir ki, sən də əgər mənim yerimdə olsan, sən də bu qulluqdan çıxmazsan. Əslində, desək ki, qaradavoyluq buna bir şey gətirirdi, heç nə gətirmirdi əslində. Amma quru adı var idi. Bir də mən 25 ildən artıq idi ki, polis qulluğundayam.
1-2 ildən sonra pensiyaya çıxacam. Demək, pensiyaya çıxmağına nə var? 1-2 il var. Yəni, bu hissəni də unutmuruq. Ondan sonra rahat əyləşib pensiyanı yeyərik. Belə danışdıqdan sonra arvad həmişə sakit olardı. Demək, arvadı sakitləşdirmək üçün hansı üsuldan istifadə edir? Deyir, onsuz da 1-2 ilin var, narahat olma. Həm də deyir ki, əgər səni də qulluğa qoysalar, demək, 2 səbəb göstərir burada. Həmin o hissələri qeyd eləyək, 1-dən 2 kimi. Deyir ki, əgər 1 olaraq səbəb göstərir ki, əgər səni Qaradavoy eləyərlər, çıxmazsan. İkinci olaraq göstərir ki, bir də mən 25 ildən artıqdır ki, polis qulluğundayım, 1-2 ilim qalıb. Aha, bu 2 səbəbdən sonra arvad sakitləşirdi. Nə deyirəm kişi? Özün bil. Bax, bu hissədə də Kərbəlayı Zalı əslində görürük, illüstrasiya olaraq məzmuna uyğun. Kərbəlayı Zal Qanlı küçə ilə Zavallı küçənin küncündə durub, burada pristavın sözlərini fikirləşir əslində. Bu dəfə Kərbəlayı Zal ovqatı təlx idi. Görək, təlx sözünün mənası ümumiyyətlə nədir? Pis. Pis idi. Aha. Dəftərxanada pristav çağırıb demişdi. Pristav nə deməkdir? Çar hakimiyyəti dövründə yerli polis rəisi. Bax, yerli. Yerli polis rəisi. Görək, çağırıb nə deyir? Kərbəlayı Zal, səndən narazıyam. Aha, burada biz onun narazılığının dilə gətirməyini görürük. Görək nəyə? Sən köhnə, dünya görmüş Qaradavoysan. Bununla belə dünən Rusiyadan gəlmiş Qaradavoy görürsən bomba tapır, tüfəng tapır, patron tapır. Həm ağasının üzünü ağılıyır, həm də özünün. Yəni burada deyir ki, yəni sən mənim üzümü ağılaya bilmirsən də. Ona görə əslində nəyə təhrik edir? Bu insanı, necə deyim, bilavasitə elə nahaqçılığa cəlb eləyən elə pristavın özü idi. Amma pis vəziyyətdə qoyan. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan. Baxın bu hissəyə. Deyir, ya sən rüşvət alırsan, ya inki qocalıb zay olubsan. Əslində burada bilavasitə neyniyir? Nəyəsə təhrik edir onu. Ki, ya gətir, bomba tap gətir, ya tüfəng tap gətir. Ya sən deyir, rüşvət alırsan ki, bunlara göz yumursan, ya da ki, qocalıbsan, sənin əlindən bir iş gəlmir. Aha, görə indi davamında. Əgər belə getsə, bizim bir yerdə qulluq etməyimiz tutmayacaq. Aha, burada da öz sözünü deyir ki, əgər belə gedərsə, mən səni işdən çıxarmaq məcburiyyətində qalacam. Bu sözlər bir ox olub Kərbəlayı Zalın bu tərəfindən dəyib, o tərəfindən çıxdı. Axşam Bikəf gəldi evə, arvad soruşdu. Nə var? Dedi. Heç, biraz başım ağrıyır. Demək, burada arvada əslində dərdini sərini demir. Deyir ki, heç. Arvad abgüş bişirmişdi. Abgüş isə bozbaş mənasındadır. Bozbaş. Piti də olar, yəni. Piti bozbaş mənasındadır. Gətirib qoydu kişinin qabağına, bir-iki tikə alıb, iştahım yoxdur deyib yatmaq istədi. Hardan olsun? Yazığın qarşısında belə bir şərtlər qoyub, ya rüşvət alırsan sən, ya qocalmısan, dərd götürür bunu. Nə qədər etdisə, gözünə yuxu getmədi. Axır durub bir stəkan çay içib getdi Qaravola. Kərbəlayı Zal Qanlı küçə ilə Zavallı küçənin küncündə durub pristavın sözlərini fikir eləyirdi. Baxın, bu hissədə görürsüz dırnaq içərisində verib Qanlı küçə ilə Zavallı küçə. Əslində bu cür adların seçilməsi satirik olaraqdır. Yəni qəsdən belə adlar seçilmişdir. Necə Qurbanəli bəy hekayəsində qeyd eləyərkən dedim ki, təhlil eləyərkən məsələn orada Qapazlı kəndinin mülkədarı deyirdi. Satirik olaraq burada da eləcə. Qanlı küçə ilə Zavallı küçənin küncündə durub pristavın sözlərini fikir eləyirdi. Bax burada olduğu kimi şəkildə. Aha, Kərbəlayı Zal gecə yarısından bir xeyli keçmiş, gördü ki, Usta Feyzulla Nalbəndin qapısında bir kişi dayanıb. Demək, Nalbənd bu hissəni burada işarə eləyim ki, Nalbənd atın ayağına vurulan nalın düzəldən ustaya deyilir Nalbənd. Qapısında bir kişi dayandı, yedəyində bir at, üstündə bir cüt çuval, çuvalın içində bir növ girdə şeylər var. Demək, nə var? Bir dənə yedəyində bir at var, atın üstündə bir cüt çuval var və çuvalın içində bir növ girdə şeylər var. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmalca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Aha, ikisi köməkləşdiyinə görə burada nəsə bir şübhəli məqam yaranır Kərbəlayı Zal üçün. Kərbəlayı Zal bu keyfiyyəti görüb öz-özünə dedi. Daha baxtımın ulduzu parladı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey olar. Aha. Və savadsızlığın elə bariz nümunəsi. O saat fit çaldı. Yaxındakı Qaradaboy Patap gəldi. Patap gəldi. Vot Patap, bomba rabatay. Burada həmin bu cümlə təhrif olmuş rus dilində cümlədir. Bomba tapdım mənasındadır. Bomba tapdım. Aha. Qıde, o da deyir harada? Don Feyzullah bomba pirneson. Yəni pirneson burada gətirmək mənasındadır.
gətirmək. Ola bilər ki, rus sözlərini biraz tələffüz eləyərkən yanlışlığa yol verirəm. Bunu üzürlü hesab eləyərsiniz. Demək, dom burada, dom ev deməkdir. Deyir ki, Feyzullah evinə bomba gətirib. Bu mənadadır. Patap İvana xəbərlədi. Demək, bu birinci kimə Pataba xəbər eləyir. Patap İvana xəbər eləyir. İvan Oqlodoçniyə xəbər eləyir. Oqlodoçni burada, bu da təhrif olunmuş rus sözüdür. Çarizm dövründə şəhər polis məmuru deməkdir. Bunu da yazaq bura. Şəhər polis məmuru mənasındadır. Məmuru. Oqlodoçni pristava xəbər eləyir. Pristav qala rəisinə, qala bəyi jandarma rəisinə xəbər eləyir. Yarım saatdan sonra Usta Feyzullahın evinin demək Qazaq, saldat, Qaradavoy bürüdü. Qapını döydülər. Gəlin bu ardıcıllığı birbaş demək yazaq, daha sonra isə keçək əsərin davamına. Demək, burada birinci kimə deyir? Pataba deyir. Patap. Aha, Pataba deyir. Sonra kimə deyir? Demək, Patap da deyir İvana. İvan kimə deyir? İvan Oqlodoçniyə xəbər eləyir. Sonra Oqlodoçni kimə? O da Pristava xəbər eləyir. Pristav. O kimə xəbər eləyir? O da qala rəisinə xəbər eləyir. Qala rəisi də jandarma rəisinə xəbər edir. Bunu bu formada yadınızda saxlayın. Demək, piop, qj formasında. Yadınızda saxlayın. Biraz anlamsız gələ bilər sizə, mənasız gələ bilər, amma yadda qalacaq bir şeydir yəni. Ki, ardıcıllıq bu formada olur. Aha, qapını döydülər. Usta Feyzullah çıxdı, xəbər aldı. Kimsəm? Dedilər, aç qapını. Qapını açan tək Binavanın dili tutuldu. Binava burada yazıq mənasındadır. Yazıq, çarəsiz mənasındadır, fağır. Birtəhər soruşdu, bəs niyə buyurubsunuz? Dedilər, danışma, gərək sənin evini axtarılsın. Gecə yarısı Feyzullahın arvadını, uşaqlarını ürək qopma azarına salıb evin üstünü alıb üstünə çevirdilər. Demək, evli bir insan idi də arvadını, uşaqlarını ürək qopmasına gətirib çıxarırlar. Ki, qorxurlar onlar. Heç zat tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncdə 2 çuval qoyulub. Aha. Kərbəlayı Zal çuvalları görən kimi qışqırdı. Aha. Barin, vot bomba. Yəni burada da deyir bomba. Kərbəlayı Zal çuvalları görən tək qışqırır. Bax burada görünmüşdü şəkildə. Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kim cürət etmirdi. Çünki nə bilirdilər onu? Bomba bilirdilər. Deyirdilər, indi açılar, hamını qırar. Yazıq Feyzullahın da qolları bağlı bir kənarda saxlamışlar. Aha, buradan bizə görünən nədir? Yazıq Feyzullahın artıq qolları bağlanılıb. Feyzullah evində bir şey tapmadığını görüb, cürətlənib birdən səsləndi. Ora qədər səsi çıxmır ha yazığın, qorxusundan. Ayaq alar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içində bir-bir çıxarım sizə göstərim. Aha, artıq ürəklənib. Feyzullahın qolunu açdılar, gəlib çuvalın ağzını açıb, içindən 5 dənə qarpız çıxardı. Neçə dənə? 5 dənə qarpız çıxardı. Gülünc vəziyyətə baxın siz. O biri çuvallarda da qarpızdan başqa bir şey yox idi. Səhər Kərbəlayı Zalı qulluqdan xaric etdilər. Burada novellanın gözlənmə sonluqla bitməsi qarpızın əslində çıxması idi. İndi gəlin süjet mərhələsini aydınlaşdıraq ki, hansı hissələrə biz deməliyik. Ekspozisiya, yəni giriş hissə. Giriş hissədə nəyidən bəhs olundu? Biz gördük ki, arvadının Kərbəlayı Zala demək, Qaradavoyluqdan əl çəkməsi haqqında olan nəsiyyəti. Sonra ekspozisiyadan sonra Zavyeska hissəsində Pristavın yəni Kərbəlayı Zaldan narazı olduğunu bildirməsi. Ona deməsi ki, ya sən rüşvət alırsan, ya da qocalımısan, zay olubsan. Kulminasiya hissəsində ən pik həddinə çatması, Kərbəlayı Zalın Feyzullahı şikayət etməsi və Feyzullahın evində bomba axtarılması. Zavyeska hissəsində Feyzullahın çuvalının ağzını açaraq içindən qarpız çıxarması, təbii ki, final hissəsində isə Kərbəlayı Zalın qulluqdan xaric edilməsi idi. Baxın, indi əsərin bu hissəsində bizə deyir ki, əsər 20-ci yüzilin əvvəldə bu hissəni də oxusanız çox yaxşı olar. Yəni, müstəmləkə olarkən, Azərbaycan-Rusiya imperiyasının müstəmləkəsi olarkən yazılmışdı da bu əsər və Rus hakim dairələri milli ucqarlarda baş verən ən kiçik hadisələri belə diqqətlə izləyir, azadlıq və müstəqilliklə bağlı fikirlərin qarşısına amansızlıqla alırdı. Yəni, nə ki bir azadlıq olarsa, onu mütləq şəkildə başının üstünü qara bulut kimi alırdılar. Mövcud hakimiyyət insanları idarə etmək, itaətdə saxlamaq üçün hər cür vasitəyə əl atırdı. Daim qorxu, vahimə altında yaşamalarına çalışırdı. Qulluğa götürülən adamlar isə çuğulçu, xəbərçi olmağa təhrik olunurdular. Yəni, bu hakimiyyətə xidmət edən yerlilərin içərisində yadelli ağaların sədaqətli olduqlarını sübut etmək üçün dəridən qabıqdan çıxan nökər təbiətli adamlar da vardı.
Görürsünüzmü? Belələri ədəbiyyatımızda onlarca obrazın yaranmasına səbəb olmuşdu. Bu da məhz Kərbəlayi Zal da onlardan biri. Əsər kiçik olsa da yazıçı maraqlı və oxucunu düşündürən obraz yarada bilmişdi həqiqətən də. Yəni Kərbəlayi Zal fərqli bir obrazdır Azərbaycan ədəbiyyatında. Onun nitqinə, danışığına, əsərdəki əhvalat və hadisələrin bir-birinə necə bağlılığına diqqət yetirmək lazımdır ki, burada da qeyd edib ki, belə əsərlər novella adlandırılır. Videonun axırına gəldik, çatdıq. Siz videonu bəyəndinizsə, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun.